Salam, mən Laçın rayonu Düşərgə qəsəbə tam orta məktəbinin 9-cu sinif şagirdi Allahverdizadə Aytaz. Bugün sizlərə sevərək oxuduğum Şirin Portağal Ağacım kitabının məndə yaratdığı təəssüratlar haqqında danışacağam. Dünya ədəbiyyatının sevilən müəlliflərindən olan Jose Mauro Vasconcelos'un bu əsəri çox təsirli və duyğulu bir əsərdir. Əsərdə Zeza adlı kiçik bir uşağın həyatından bəhs olunur. O, kasıb bir ailədə yaşayır və bəzən ailəsindən sevgi görə bilmir. Əsər boyu biz onun sevgiyə ehtiyac duyduğunu, amma bunu hər zaman tapa bilmədiyinin şahidi oluruq. Zeza çox xəyalpərəstdir və həyətlərində olan portağal ağacı ilə danışır. Bu ağac onun dostu, sirdaşı olur. Əsərdə əsas mövzu uşaqların sevgiyə və qayğıya olan ehtiyacıdır. Bu kitab bizə öyrətdi ki, uşaqlara qarşı anlayışlı və mehriban olmalıyıq. Oxuduğum bu əsər məndə xoş təəssürat yaratdı, çünki o həm kədərli, həm də düşündürücüdür. Sizlərə də Zezinin bu hekayəsini oxumağı